ki siz o evi söküb yerində yeni bir ev tikməyənə qədər siz o üfunət iyində yaşayacaqsınız. Özünüzə sual verin. Bu yaşayışla siz razısınızmı? Yoxsa yox? Bax, bayaq Tural məlumat verdi ki, bəzi vətəndaşlara, kim ki etiraz eləyib, onlara kompensasiya söz verilib. Keşlədə konkret, Keşlədə mənə yazdılar Əla. ki, kompensasiya Buyurun, bizim etirazımızdan sonra kompensasiya bizə təklif olunubdur. Amma biz kompensasiya ilə razı deyilik, az hesab edirik onu. Mən bir videonu görsədim, bu Xızıdandır. Bu günləri. Aparır. Evimi su basıb mənim su. Mənim evimi su basıb aparır. Aparır. Evimi su basıb mənim su mənə deyir. Yo, mənim evimi su basıb aparır. Yox, söndür. Söndür. Telefonumu da vurma. Yox. Yox, mən çəkəcəm. Telefonumu vurma. Mən şəhid alətim, mən demək söndür söz deyir. Yox, mən söz demək istəyirəm. Yox, dedə belə deyil. Sən söndür. Yox. Hayır, yox. O da dedi mənə, başa düşür ki, mənim evimi sərbəst yox. Yox. Mən söndürürüm. Mənim evimi su basıb. Evim suyu içində, 90 yaşında arvad suyu içindədir. Şəhid ailəsiyəm mən. Gəlin görün kidir. Yox, əl vurma mənə. Mənə əl vurma. Nə kimi icra gəlməsin mənə. Mənə də toxunmayın. Keşlədən yazıblar Mehman ki, 4 gün əvvəl onlara etiraz etdilər, çıxdılar, getdilər İcra Hakimiyyətinin qabağına və tələb etdilər və onlara kompensasiya indi təklif olunur, verirlər, amma kompensasiya ilə razılaşmayanlar da var. Yəni, ən azından dövlət etiraz edənlərin tələbini yerinə yetirir. İndi biz digər yerlərə də görürük. Hamınız çıxmalısınız, siz tələb etməlisiniz haqqınızı. İstəməyənə heç nə verməyəcəklər. Doğru. Mən azad sözdə keçən dəfə baxmışam, gecə ilə İcra Hakimiyyətinin qabağına gediblər sakinlər. Bax, buna fürsət deməyək. Bu problemdir. Vətəndaşlar evsiz qalıb, vətəndaşlar çöldə qalıb, vətəndaşlar kanalizasiya suyun içində qalıb və buradan bu problemdən çıxmaq üçün yeganə yol etiraz etməkdir. İcra Hakimiyyətinin, yaşadığınız ərazinin icra hakimiyyətinin qarşısına gedib yolu bağlamalısınız, etiraz etməlisiniz. Bu sizin haqqınızdır. Əgər İlham Əliyev vaxtı ilə kanalizasiya sistemini düzəməlli qoşmayıb, vaxtı ilə milyardları oğurlayıb düzgün yol infrastrukturunu qurmayıbsa, bunun problemi, bunun cavabdehi, bunun məsuliyyəti İlham Əliyevin üzərindədir. İlham Əliyev indi çıxıb Anar Ələkbərovla yanında papqa ilə çıxmalıdır sakinlərlə görüşə, çıxmalıdır rayonlara və vətəndaşların problemlərini dinləməlidir. İlham Əliyev artıq Milli Məclisdə oturan deputatlar vasitəsilə bizə nağıl uydura bilməyəcək ki, dövlət büdcəsində pul yoxdur, ay nə bilim, neftin gəlirləri azalıb. Bunlar yalandır. Neftin gəlirləri son bir ayda çoxalıb, neftin qiyməti qalxıb, İlham Əliyev o tərəfdən Rus qazını da satır, Rus neftini də satır. Bu tərəfdən Anar Ələkbərovun milyardları, milyonları var. Bir zəhmət çəksin, o pullardan, neftdən gələn pullardan, deməli, yağış sularından əziyyət çəkən vətəndaşların problemini həll eləsin. Bax, Anar Ələkbərovun, üzr istəyirəm, mən konkret mənbə də göstərirəm. Anar Ələkbərovun bir avtomobil kolleksiyasını yığılsa, bir qəsəbənin əhalisinə dəymiş zərər tamamilə ödənmiş olar. Yəni, neçə milyondur bunun avtomobilləri? Sən nə qədər hesabladın? Mən hələ bildiyim, əlimizdə olan faktlarla hesabladım ki, 10 milyona yaxın, 10 milyon manata yaxın bunun maşınları var. Bu, özdə maşınları necə dəyişir, ha? Bu, günəşli havada kabriolet sürür, bu, dağa gedəndə cip sürür. Keyfinə uyğun, hər keyfinə uyğun bir maşın alıb, hər
hava şəraitinə uyğun bir maşın alıb, amma cəmaətin maşını, hansı ki kreditlə alıblar, yenə də kanalizasiya sularının altında qalıbdı. Batıbdı, heç kim onların dərdinə şərik də olmur, problemlərinə maraqlanmır. İlham Əliyev biz bilirik kimdir. Amma mən burada çox istəyərdim ki, vətəndaşlar dərk eləsin, başa düşsün ki, bu Əliyevlər rejimi düzəlməyəcək və heç vaxt bunların gözü doymayacaq. Bizim son damla qanımızı belə içəcəklər ki, vəzifədə qalıb keyf eləsinlər. Ona görə də etiraz etmək, şərhlərdə etiraz etmək, sosial şəbəkələrdə etiraz etmək, yolu bağlamaq sizin əlinizdədir. Hörmətli izləyicilər, siz öz problemlərinizi həll etmək istəyirsinizsə, bunu siz etməlisiniz. Nə Avropa sizə gəlib kömək eləyəcək, nə Amerika, nə Trumpı, nə İsraili, nə İranı. Özünüz birləşməlisiniz, məhəllə şəbəkələşməlisiniz, çıxmalısınız, etiraz etməlisiniz. İlham Əliyev sizin etirazınızı eşidəcək. İndi çünki İlham Əliyev düşünür ki, baxın, millət susur, millət razıdır, millət yaşayışından razıdır və hər şey yaxşı. Onlara heç nə düşmür. Nə lazımdır? Ağlamayana mənə pəpə vermirlər. Amma indi etiraz olsa, indi kütləvi etirazlar olsa, mən tam əminəm ki, İlham Əliyev çıxıb hesablaşacaq bu millətlə. Odur ki, sizin əlinizdədir. Bir daha Anar Ələkbərovun, Alyonanın, Arzunun, Leylanın, sumka daşıyanın haqda araşdırmaya baxın. Sonra oturun ailəlikcə, düşünün ki, biz belə yaşayışı qəbul edirikmi, yoxsa yox? Niyə anar kimlər keyf eləməlidir? Niyə anar kimlər hər gün maşın dəyişməlidir? Amma sizlər kanalizasiya suyun altında boğulub ölməlisiniz. Niyə? Bax, bu sualı özünüzə verin, həyat yoldaşınıza verin, qohumlarınıza verin. Bu bataqlıqdan çıxmalısınız. Bu bataqlıqdan çıxmaq üçün biz sizin üçün, bax, bu korrupsiya araşdırmalarını, bu tankdır, bu tank. Bu nə avtomobildir belə? Bu Land Rover Defender'dir. Yəni bu maşınlarla dağa dırmaşırlar, bu maşınlarla müharibəyə gedirlər. Amma bu adam bu tankla çıxıb risovqalıq eləyir şəhərdə. Halbuki Anar Ələkbərov əsgərlikdən də qaçıb, Bala Heydər Əliyev də əsgərlikdən qaçıb. Anar Ələkbərov müharibədə döyüşməyib, Qarabağ uğrunda döyüşməyib, heç nə eləməyib. Ancaq talayırlar, ancaq... Bu qabaqdakı kimdir? Qabaqdakı da Leylanın uşağı, Mika Ağalarov. Bunlar da ayrı belə qudurğanlıqdan məşğuldurlar. Bunlar, ailə budur da, bunların dövlət idarə etməsindən xəbəri yoxdur. Bunların insanların problemindən xəbəri yoxdur. Ona görə də vətəndaşlar etiraza çıxmalıdırlar. Etiraz sizin gücünüzdür, sizin xilasınızdır. Bunu oturun, ailəlikcə müzakirə eləyin, söhbət edin və baxın, siz seçməlisiniz kanalizasiya suyun içində yaşamalısınız, yoxsa ağ günə çıxmalısınız. Mən sizə təklif edirəm ki, ağ günə çıxmaq üçün özünüzdən başlayın, cəsarətli olun, qorxmayın, belə yaşayışdansa, belə kanalizasiya suyunda boğulub ölüb yaşamaqdansa, elə məhv kimi alnı açıq gedib etiraz eləyib, həbs varsa, ölüm varsa onunla qarşılaşmaq. Yoxsa qul kimi, nökər kimi, kölə kimi yaşamağa dəyməz. Bu qədər. Mehman, təşəkkür edirəm sənə, dəyərli izləyicilər. Yayımı da xahiş edirəm, çıxmadan öncə bəyənin, paylaşın, daha çox insan izləsin.